Mən bir müqəddimə istəyirəm deyəm, ondan sonra inşallah mövzumuza başlayacaq. Deyəcəm mövzum nədir? Həqiqətən Məhərrəm ayı elə bir aydır ki, Muhammed Ali'mdə bir salavat deyin. Allahümme sallallahu aleyhi Muhammed. Həqiqətən Məhərrəm ayı elə bir aydır ki, insan bu 10 gündə eləyə bilər, fərqli bir insan olsun, dəyişdirilsin bu 10 gün içində. Kimlər bu 10 gündə dəyişdirilmədi? Aşuraya bəzən tarix kimi baxırlar, tarixi bir hadisə kimi baxırlar bəzi insanlar, bəzi alimlər, bəzi tarixçilər. Onlar ki, İslamı tanımırlar, Aşuraya bir dənə tarix kimi baxırlar. Halbuki bu yanlış bir təfəkkürdür. Aşura bir mədəniyyətdir. Biz gələk Aşuraya bir mədəniyyət kimi baxaq. Aşura bir mədəniyyətdir. Onda dərslər var. Gələk onun dərslərinə baxaq. Biz burada toplaşmışıq, əzan keçiririk, ağlayırıq. Zahirdə hamı elə bilir ki, biz məğlub olmuşuq. Hüseyn öldü, yəni məğlub oldu Hüseyn. Kərbəla 2 dənə səhvəli bir hadisədir. Başqa hadisələrdə bu yoxdur. Kərbəlanın 2 səhvəsi var. Bir tərəfi ağ səhvədir, bir tərəfi qara səhvədir. O ağ səhviyə baxanda, o qara səhviyə baxanda. O qara səhviyə ki baxırsan, orada 6 aylıq balanın oxlanmağını görürsən. Orada bir dənə 15 yaşlı cavanın başının kəsildiyini görürsən. Orada bir iddə insanların vəhşicəsinə qətl olduğuna şahid olursan. O qara səhnəyə ki baxırsan bir iddə dünyasını dəyişib, şəhid oldular. Burada insan baxanda nə görür? Məğlubiyyət görür. Yəni bu tərəf ölübdür, uduzubdur. Amma ikinci səhnəsinə ki baxırsan, orada nuraniyyət var. Orada qeyrət var. Orada izzət var. Orada artıq məğlubiyyət yoxdur. Xanım Zeynəbə dedilər, Yezid gəldi dedi, Allah sizi nabud elədi, siz məğlub oldunuz. Xanım Zeynəb qalxdı dedi, elə bilirsən, mənim qardaşımı və onun ətrafındakını öldürməklə elə bilirsən, sən qəlbə çaldın. Elə bilirsən, siz uddunuz. Xeyr, mənim qardaşımın yaşayışı başqa cürdür. Biz Hüseynə gələk, ona məzlum kimi ağlamamalıyıq. Bu səhvdir. Əgər biz baxsaq, Hüseyn məzlumdur, bugün vəhşicəsinə qətlə yetirir, biz onun üçün ağlamırıq. Hüseyn bir qəhrəmanlıq elədi, 72 nəfərlə. Biz o qəhrəmanlığa ağlayırıq ki, bunlar necə insanlar idi. Ta o qəhrəmanlıq ruhiyyəsi də bizim vücudumuzda canlansın. İmam Hüseyin əleyhissalam hədis buyurur, İmam Sadiq əleyhissalam. İbn-i Quləvey Usul-Kam öz kitabında bunu buyurur, Kamil Ziyarət kitabında buyurur. Hər kəs ki Hüseynin məclisinə gəlir, İmam Hüseyin əleyhissalam tək-tək bütün hər kəsə baxır. İmam Hüseyin əleyhissalam nəzər edir. İndi bu saat siz bunu ağlasanız, mən sizin hamınızı burada görürəm. Amma sizi tək-tək kontrol edə bilmərəm, sayımız çoxdur. Amma İmam Hüseyin əleyhissalam deyir, tək-tək hamısına baxar, gələr. Bir rivayət deyim, qoy aydınlaşsın söhbətimiz. 2 cavan var idi Tehranda, İranın Tehran şəhərində. Ərbab Şirazi adında bir ağsaqqal danışır bunu. Deyir, Məhərrəm ayını bu cür bizi kimi toplaşıbmışlar, 2 dənə cavan gəlir məclisin ortasına. Namünasib bir libasda. Əyləşirlər, gülə-gülə danışırlar bir-birindən. Bilirsən, da əzadarlığın adabı var. Gələk insan qara geyinsin, gülməsin, qəmli olsun, kədərli olsun. Bu deyir, bu 2 cavan gəldi, oturublar məclisin ortasında, gülürlər, danışırlar. Mən də nigaranam, ham ağlayıb, bunlar gülür, danışır.
Deyib, istədim qalxam deyəm ki, axı siz neyinirsiniz? Bura İmam Hüseyin məclisidir. Deyib, bunların özləri qalxdı, getdilər. Sabah açıldı, sabah oldu, yenə məclis qurulmuşdu. Bu iki cavan gördüm, yenə gəlibdi məclisə. Amma baxdım, bugün tam başqa bir ab-havada gəliblər. Qara geyiniblər, əyləşdilər məclisin ortasında, göz yaşı axıdır, sinə vururlar, ağlayırlar. Çox təəccübləndim. Axı insan bir gündə bir dəyişikliyin səbəbi nədir, amili nədir? Məclis qutardı, yaxınlaşdım o iki cavana. Dedim, cavanlar, dünən başqa bir ab-havadaydınız, bugün ağlayırsınız, dünən gülürdünüz, bu nə səbəbdir, nə olub? Dedi, ağsaqqal, düzü biz dünən bura gələndə, baxdıq, gördük, cəmiyyət yığılıb, dedik, ehsan verirlər. Gedək bir şam yiyək orada, axşam yemək yiyək. Az idik. Gəldik, əyləşdik, məclisdə baxdıq, gördük ki, yeməkdən bir xəbər yoxdur. Baxdıq, gördük, burada bir də çay verirlər. Dedik, qalxaq gedək, bu məclis bizlik deyil. Elə ki, gedirdik, baxdıq, yolun üstündə bir-iki dənə nəlbəki düşüb yerə. Nəlbəki. Dedik, bu nəlbəkiləri də yerdən qaldıraq. Deməsinlər, qaldıraq kiminsə ayağına batar, uşağın, əzadarların ayağına batmasın. Deyib, götürdük. Gecə ikimiz də bir yuxu gördük dostumla. Baxdıq, gördük, bu məclis qurulub, bu məclisdəyik. İmam Hüseyin əleyhissalam gəlib məclisə, Əbəlfəz ağa da gəlib. Bir-bir baxırlar hamıya. İmam Hüseyin əleyhissalam deyir, Əbəlfəz, hamının adını qeydirər. Qiyamət günü bunlara şəfaət eləyərik. Əbəlfəz ağa dedi, ağa, iki cavan var idi, bunlar da hörmətsizlik elədilər məclisdə. Amma iki dənə nəlbəki qaldırıblar. Bəs bunları da yazdım ya yox. Dedi, Əbəlfəz, onları da yaz. Onlar da bizim şeylərimizdəndir. Onlar da iki nəlbəki qaldırıblar. Gör, İmam Hüseyin əleyhissalam onun məclisində bu cür rəftar edilənə necə rəftar edir? İndi sən 10 gün bura gəlirsən. Bugün hamı gəlir bu məclislərə. İstər namaz qılan olsun, istər namaz qılan olmasın. Niyə gəlir? İnnəl Hüseyin, İnnə liqatil Hüseyin hərarətən fi qulubil mu'minin. La təbrud əbədən. Peyğəmbər buyurdu, həqiqətən Hüseynin qətlində müsəlmanların, möminlərin qəlbində bir hərarət var. Bu hərarət sönməz heç bir zaman. Bu hadisə bilirsən niyə qaldı? Tarixdə nə qədər inqilablar baş verib, nə qədər insanlar ölüb, vəhşicəsinə. Siz baxın, Hitler, Napolyon nə qədər günahsız insanlar öldürdü. Onlar da bir inqilabçıydılar. Onlar da istədilər inqilab eləsinlər. Nə qədər insanları qətlə yetirdilər. Nə qədər Peyğəmbərimiz öldü. İmamlarımızı şəhid elədilər. Biz heç kim, onların heç biri üçün 10 gün matəm saxlamırıq. Amma İmam Hüseyin əleyhissalam məclisini 10 gün saxlayırıq, 10 gün keçiririk. Bu nə üçündür bilirsiniz? Bunu Allah istəyir. Bu məhəbbəti, bu eşqi Allah ixtiyarsız olaraq bizim qəlbimizə salır. Hər kəs bu dünyada Allaha bəndə olsa, Allah onun məhəbbətini bütün bəşəriyyatın qəlbinə salar. Bütün onu sevməyənlərin qəlbinə salar.